Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz Peyğəmbərə və onun pak əhl-i beytinə. Bir çox insanın zehnində belə bir sual yaranır. Əgər Qur'an-ı Kərim var idisə, imamlar nəyə lazım idi? Bu fikir ilk baxışda çox məntiqli görünür. Çünki Qur'an Allah tərəfindən göndərilən səmavi kitabdır. Amma burada mühüm bir sual da ortaya çıxır. Əgər Qur'an-ı Kərim hər şeyi açıqlayırsa, bəs niyə müsəlmanlar arasında bu qədər fərqli fikirlər yaranıb? Niyə fərqli təfsirlər, fərqli baxışlar, fərqli hökmlər meydana çıxıb? Deməli, məsələ təkcə kitabın olması deyil, onu düzgün başa düşməkdən çox vacibdir. Çünki Qur'an-ı Kərim İslam dininin əsas kitabıdır. Amma burada maraqlı bir məqam var. O da bundan ibarətdir ki, bugün dünyada yüzlərlə fərqli Qur'an təfsirləri mövcuddur. Bəs yaxşı, doğru izah hansıdır? Qur'an bir hidayət kitabıdır. Gəlin bu suala izah verib cavablandıraq. Qur'an çox dərin və geniş məna daşıyan bir səmavi kitabdır. Onun bəzi ayələri açıq-aydındır. Terminoloji dildə desək, möhkəm ayələri var. Bəziləri isə dərin məna daşıyır, təfsir tələb eləyir. Buna deyirlər mütəşabih ayələr. Qur'an-ı Kərimin Nəhl surəsinin 43-cü ayəsində buyurulur: "Fəsəlu əhləz-zikrə." Əgər bilmirsinizsə, zikr əhlindən, bilənlərdən soruşun. Bu ayə sadəcə elmə çağırış deyil. Bu ayə göstərir ki, insanın rəhbərə ehtiyacı var. Doğru müəllimə ehtiyacı var. İlahi biliyi düzgün daşıyan insanlara ehtiyacı var. Bu ayə bizə göstərir ki, insan hər şeyi özü anlaya bilməz. Necə ki, tibbdə həkimə, hüquqda hüquqşünasa ehtiyac var. Texnikada mühəndisə müraciət edirik, ona ehtiyac var. Din məsələlərində də həqiqi bilənlərə ehtiyac var. İmamların rolu burada ortaya çıxır. Din məsələsində bilən insanlara müraciət etmək lazımdır. İmamlar isə İslam dinində zəmanəsinin ən böyük alimləri və bilənləri hesab olunur. Çünki onların elmi Allahın elminə bağlıdır. Terminoloji dildə desək, lədunni elmləri var və onlar günah etməzlər, yəni məsumdular. Gəlin sadə bir misal düşünək. Tutaq ki, bir internetdə xəstəliklər haqqında çoxlu məlumatlar var. Amma siz xəstələnən zaman nə edirsiniz? Google-a baxıb özünüz dərman yazıb özünüzü müalicə edirsiniz? Əlbəttə ki, xeyr. Çünki məlumat başqa bir şeydir, onu düzgün tətbiq etmək başqa bir şeydir. Həkim təcrübəyə malikdir, səhv etməməyə çalışır, səhvləri tanıyır, düzgün yolu göstərir. Qur'an da ilahi məlumatdır. İmamlar isə onu ən düzgün anlayan və yaşayan mütəxəssislərdir. İslam dini də buna bənzəyir. Qur'an-ı Kərim məlumat verir, amma onu düzgün başa düşmək üçün dərin elmə malik olan bir şəxs lazımdır. Misal çəkib başqa bir nümunə gətirək. Tutaq ki, siz yeni bir şəhərə getmisiniz. Telefonunuzda xəritə var, amma şəhəri yaxşı tanıyan bələdçi ilə getsəz daha rahat olmazmı? Çünki o insan qısa yolları tanıyır, təhlükəli yerləri bilir, ən yaxşı istiqaməti göstərir bizə. İslam dini də bir yol kimidir, Qur'an-ı Kərim isə bu yolun xəritəsidir. Amma xəritəni düzgün oxumaq üçün yolu yaxşı tanıyan bir rəhbər lazımdır. İmamlar isə bu yolu ən yaxşı tanıyanlardır. Onlar insanları ən doğru yola yönəldən rəhbərlərdir. İslam tarixində insanlar çətin dini məsələlərdə imamlara yanaşardı, imamların yanına gələrdilər. Məsələn, İmam Əli əleyhissalam, İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam böyük elm mərkəzləri yaratmışdılar. Xüsusilə İmam Sadiq əleyhissalamın dərslərində minlərlə tələbə iştirak edirdi. Tarixçilər yazır ki, onun dərslərində 4000-dən çox alim yetişmişdi. Bu mövzuya sadə izah verək, daha da bizim üçün aydın olsun. Qur'an-ı Kərim bir nurdur, amma bu nuru düzgün istifadə etmək üçün onu ən yaxşı tanıyan insanlara ehtiyacımız var. İmamlar isə Qur'an-ı Kərimin canlı təfsiri hesab olunurlar. Yəni onlar Qur'an-ı Kərimdə deyilənləri öz həyatlarında göstərirdilər.
Beləliklə bu nəticəyə gəlirik ki, Qurani-Kərim rəhbərdir, amma onun doğru izahı da lazımdır. İmamlar isə Qurani-Kərimin ən doğru təfsirçiləri, İslam dininin ən böyük müəllimləri və ümmətin mənəvi rəhbərləri hesab olunur. İmam isə o proqramı ən yaxşı bilən, sistemi səhvsiz işlədən administrator kimidirlər. Əgər proqramı səhv istifadə etsəniz, sistem çökə bilər. Din də belədir. Səhv izahlar insanı həqiqətdən uzaqlaşdıra bilər.